Hədislərin meydana gəlməsi, tarixi, sosioloji və kognitiv təhlil. Giriş. İslam düşüncə tarixində hədis ədəbiyyatının formalaşması yalnız dini deyil, eyni zamanda tarixi, sosioloji və kognitiv baxımdan araşdırıla biləcək mürəkkəb bir prosesdir. Quran-ı Kərimdə Peyğəmbərin, "Ey Rəbbim, qövmüm bu Quranı tərk etdi." Fürqan 30 sözləri insanların zamanla Quranla birbaşa əlaqəsinin zəifləməsinə dair mühüm bir xəbərdarlıq kimi qiymətləndirilə bilər. Bu vəziyyət yalnız o dövrə deyil, hətta bütün dövrlərə də aid edilə bilər. Bu vəziyyətin yaranmasında maddi-texniki imkanların məhdudluğu, şifahi mədəniyyətin üstün mövqeyi və cəmiyyətin ümumi savad səviyyəsi mühüm rol oynamışdır. Bu məqalədə hədislərin meydana gəlməsi prosesi həmin amillər fonunda tarixi, sosioloji və kognitiv aspektlərdən təhlil edilir. Material-texniki imkanların məhdudluğu. 7-8-ci əsrlərdə yazılı məlumatın qorunması və yayılması bugünkü şəraitlə müqayisədə son dərəcə çətin idi. Mətbəə mövcud olmadığından bütün mətnlər əl ilə köçürülür. Bu isə həm çox vaxt aparır, həm də böyük maddi resurs tələb edirdi. Quran nüsxələrinin sayı olduqca az idi və onlar əsasən iri şəhərlərdə, dövlət mərkəzlərində və ya müəyyən dini dairələrdə saxlanılırdı. Adi insanın şəxsi Quran nüsxəsinə sahib olması nadir hal idi. Buna görə də əhalinin böyük hissəsi Quranı öz gözü ilə oxumaq imkanına malik deyildi və dini bilikləri əsasən hafizlərin, qiraətçilərin və digər dini nüfuz sahiblərinin şifahi oxunuşu vasitəsilə əldə edirdi. Şifahi ənənə və kognitiv dəyişikliklər. Şifahi yolla ötürülən informasiya zaman keçdikcə dəyişməyə meyillidir. Müasir kognitiv psixologiyada aparılmış ardıcıl ötürmə, serial reproduction eksperimentləri göstərir ki, bir məlumat müxtəlif insanlar vasitəsilə təkrar ötürüldükdə, onun ilkin forması tam şəkildə qorunmur. Adətən 3 əsas dəyişiklik baş verir. Bəzi detallar unudulur və ya ixtisar edilir, ötürən şəxs öz izah və şərhlərini mətnə əlavə edir, məlumat dinləyənin dünya görüşünə, dilinə və mədəni mühitinə uyğun şəkildə yenidən qurulur. İslam tarixində də məna ilə rəvayət anlayışı mövcuddur. Bu üsulda rəvayət edən şəxs sözləri olduğu kimi deyil, başa düşdüyü mənanı öz ifadələri ilə çatdırır. Belə yanaşma mətnin əsas ideyasını qorusa da, mətnin tədricən dəyişməsinə şərait yarada bilər. Bu baxımdan ehtimal etmək olar ki, Quran ayələrinin izahı zamanı istifadə olunan müxtəlif şərhlər, xatırlanan məzmunlar və şifahi izahlar zaman keçdikcə müstəqil rəvayət forması qazanmış, sonraki dövrlərdə hədis məcmuələrinin formalaşmasına təsir göstərib. Savadsızlıq və dini vasitəçilik. Həmin dövrdə cəmiyyətin böyük hissəsi yazıb oxumağı bacarmırdı. Kütləvi təhsil sistemi yox idi və yazılı biliyə çıxış əsasən məhdud təbəqələrin əlində cəmləşirdi. Belə şəraitdə dini biliklərin ötürülməsində vasitəçi şəxslər mühüm rol oynayırdı. İnsanlar ilkin mənbəyə müraciət etmək əvəzinə, dini bilikləri əsasən onları eşitdikləri şəxslər vasitəsilə mənimseyirdilər. Sosiologiyada məlum olan ümumi qanuna uyğunluqlardan biri budur ki, insanlar ilkin mənbəyə birbaşa çıxış imkanına malik olmadıqda, zaman keçdikcə vasitəçilərin təqdim etdiyi izahlar ilkin mənbəyin özündən daha çox nüfuz qazana bilir. Müasir dövrlə müqayisə. Texnologiya tamamilə dəyişsə də, insanın informasiyanı qəbul etmə vərdişləri böyük ölçüdə eyni qalmışdır. Bugün Quranın yüzlərlə tərcüməsi, rəqəmsal nüsxələri və müxtəlif təfsirləri internetdə sərbəst şəkildə əlçatandır. Buna baxmayaraq, insanların əhəmiyyətli hissəsi hələ də Quranı sistemli şəkildə oxumaq əvəzinə sosial şəbəkələrdə, video platformalarda və ya dini çıxışlarda eşitdikləri hazır şərhlərlə kifayətlənir. Başqa sözlə, əvvəllər informasiya çatışmazlığı insanların ilkin mənbəyə çıxışını məhdudlaşdırırdısa, bugün isə informasiya bolluğu və diqqətin parçalanması oxşar nəticə yarada bilir. Hər iki halda insanlar ilkin mətndən çox onun şərhlərinə əsaslanmağa meyilli olurlar. Nəticə. Tarixi və sosioloji baxımdan hədis ədəbiyyatının formalaşmasına təsir göstərmiş ola biləcək əsas amillər aşağıdakılar kimi qiymətləndirilə bilər. Quran nüsxələrinin azlığı və yazılı mətnlərin məhdud əlçatanlığı, şifahi ötürmə zamanı koqnitiv və dil dəyişikliklərinin baş verməsi, cəmiyyətin aşağı savad səviyyəsi və dini vasitəçilərdən yüksək asıllıq,
İnsanların ilkin mənbəyi birbaşa araşdırmaq əvəzinə hazır izahlara üstünlük verməsi. Bu amillər birlikdə nəzərdən keçirildikdə, hədis ədəbiyyatının formalaşmasının yalnız dini deyil, həm də tarixi, sosial və psixoloji proseslərin təsiri altında baş vermiş mürəkkəb bir hadisə olduğu qənaətinə gəlmək mümkündür. Bununla yanaşı, bəzi hədislərin məzmununda Quran ayələrinin izahı və ya müəyyən mənada yenidən ifadə olunmuş formalarının müşahidə edilməsi ehtimalı ayrıca elmi araşdırma mövzusu kimi qiymətləndirilə bilər. Belə iddiaların hər bir hədis üzrə ayrıca mətnşünaslıq və tarixi mənbəşünaslıq baxımından araşdırılması zərulidir.